Azərbaycanda dövlət səviyyəsində idmanın və olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğı dəfələrlə Beynəlxalq Olimpiya Komitəsi, Ümumdünya İdman Təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Bunun bariz nümunəsi olaraq ölkəmizdə bir çox idman növləri üzrə Avropa və dünya çempionatları, beynəlxalq yarışlar, seminarlar keçirilir. Bu gün də Azərbaycan bütün dünyada idman dövləti kimi tanınır. Beynəlxalq aləmdə qazanılan uğurlarda Azərbaycan judosunun da xüsusi rolu var. Azərbaycan Judo Federasiyasına yeni rəhbərliyin gəlişindən sonra bu idman növünün ölkəmizdə daha da populyarlaşması üçün yeni prioritet istiqamətlər müəyyənləşdi. Qısa zamanda görülən məqsədyönlü işlər və qazanılan nailiyyətlər nəticəsində Azərbaycan dünya judo ailəsində aparıcı yerlərdən birini tutdu. Beynəlxalq Judo Federasiyasının 2017-ci ildə ilk tədbirini paytaxtımızda keçirməsi Azərbaycan Judo Federasiyasının işinə verilən ən yüksək qiymətdir. Məhz bu beynəlxalq seminarda qəbul edilən qərarlar judonun gələcək inkişafı üçün əhəmiyyətlidir. Dünyanın 100 ölkəsində olan 400-ə yaxın judo mütəxəssisi Bakıda baş tutan tarixi seminarın iştirakçısı oldu. Seminardan öncə Azərbaycan Judo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Judo Federasiyasının prezidenti Marius Vizer arasında görüş keçirilir. Görüşdən sonra tərəflər jurnalistlərin suallarını cavablandırıblar. Heydər Əliyev adına İdman Sarayında baş tutan seminarın açılışında çıxış edən Azərbaycan Judo Federasiyasının prezidenti Rövnəq Abdullayev belə böyük bir tədbirin ölkəmizdə keçirilməsindən şərəf duyduğunu bildirir. Hörmətli Judo Federasiyasının prezidenti, hörmətli judo ailəsinin üzvləri, bugün hamınızı mən Bakıda salamlayıram və hamınıza xoş gəldin deyirəm. Bugün judo dünyanın ən populyar idman növlərinin birinə çevrilib və bizə çox xoşdur ki, bugün judonun populyarlaşması üçün bu seminar Bakıda keçirilir. Biz şərəf duyuruq ki, bu judoda olan bu yeniliklər, judonun inkişafı üçün yeni qaydalar bugün Bakıda qəbul olunacaq. Azərbaycanda da judo çox populyardır. 10 minlərlə insan, cavanlar, uşaqlar judo ilə məşğul olurlar. Və bu da təəccüblü deyil ki, dünya reytingində 3 təşkil kateqoriyasında Azərbaycanlı idmançılar birinci yerdədir. İnanırıq ki, bu 2 gündə siz judoda olan yenilikləri qəbul edəsiniz, həm də Azərbaycanımızla, Bakımızla tanış olacaqsınız. Mən Beynəlxalq Judo Federasiyasının prezidenti cənab Vizirə minnətdarlığımı bildirirəm ki, bu tədbiri Bakıda keçirtdi və bütün bu ailəni Bakıya yığdı. Sonra Beynəlxalq Judo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək seminarın əhəmiyyətindən danışır. Qaydalardakı dəyişikliklərə toxunan natiq Azərbaycan Judo Federasiyasının səmərəli fəaliyyətindən də geniş bəhs edir. O, 2018-ci ildə Bakıda keçiriləcək dünya çempionatının da yüksək səviyyədə təşkil olunacağına əmin olduğunu söylüyor. 2016-cı il judo üçün uğurlu il oldu. Yarışlarımız möhtəşəmliyi ilə yadda qaldı. 2017-ci ilin ilk judo tədbirini Bakıda keçiririk. Azərbaycan Judo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə birgə bu seminar təşkil etdiyimizə görə böyük qürur hissi keçirirəm. Seminarda 100 ölkədən 400-ə yaxın iştirakçısı var. Qaydalarda bəzi dəyişikliklər etmişik. Judonu daha sadələşdirmək və cəlbedici etmək, biraz dinamik idman növünə çevirmək üçün bu cür addım atmışıq. Azərbaycan dövlətinə SOCAR-ın bizimlə birgə işləməsinə görə minnətdarlığımı bildirirəm. Azərbaycana da judoya köməkliyinə görə təşəkkür edirəm. Seminarda Beynəlxalq Judo Federasiyasının bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri və bir çox ölkələrin federasiya prezidentləri iştirak edir. Tədbirin keçirilməsində əsas məqsəd isə judo idman növünün hakimlik və yarış qaydalarında olan yenilikləri həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaq idi. Bunun üçün böyük nümayəndə heyətinin qatıldığı seminarda judonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirələr edilib, fikir mübadiləsi aparılıb. Judo idman növünün yarış və hakimlik qaydalarında dəyişikliklərlə bağlı qərarlar qəbul olunub.
Həqiqətən də biz hesab edirik ki, Azərbaycanda judo çox güclü inkişaf edib. Ölkənin çoxlu olimpiya medalçıları var. Bu son 10 ildə həm dünya çempionatlarından medallar, həm də Avropa çempionatlarından çoxlu medallar qazanılıb. Təşkilatçılığa qalanda isə iştirakçıların sayı seminarın yaxşı təşkil olmasını sübut etdi. Judo ailəsi olaraq bir yerdə toplanmamıza da çok şad olduk. Alınan bütün kararlar çok etkileyici. Yapılan organizasyon çok güzel. Azerbaycan ve Türk halkı zaten çok büyük organizasyonlara ev sahipliği yapıyor ve bunda da çok başarılılar. Şimdi Azerbaycan'da gerçekten judo adına çok güzel bir organizasyon şu anda sergiliyor ve başarılı bir şekilde devam ediyor. İnşallah bu organizasyonlar Azerbaycan judosuna ve Türk judosuna da çok büyük katkılar sağlayacak. Buradan alınacak güzel kararlar da 2020 Tokyo Olimpiyatlarında madalya olarak ülkemize ve Azerbaycan'a da dönecektir. Bakıda keçirilən seminarın əhəmiyyəti çox böyükdür. Çünki burada judonun gələcək inkişafı ilə bağlı yeni qərarlar qəbul edilib. Qarşıdan gələn yarışlarda bunun nəticələrini daha dolğun görə biləcəyik. Azərbaycan Judo Federasiyasına da öz təşəkkürümü bildirirəm. Seminar çox gözəl təşkil olunub. Bizi çox isti qarşıladılar. Bu cür mehriban və fərdi yanaşmaya hər tədbirdə rast gəlmək olmur. Seminarda qəbul edilən yeni qaydalar 2017-ci ilin avqust ayında baş tutacaq dünya çempionatına qədər sınaqdan keçiriləcək. Qaydalar müsbət effekt versə, 2020-ci il Tokyo yay olimpiya oyunlarına qədər tətbiq ediləcək. İlk öncə mən yeni qaydalar haqqında öz fikrimi demək istərdim. Məncə bu qaydalar yaxşıdır və judonu daha cəlb edici, aktiv olması üçün hazırlanmışdır. Və belə seminarların tez-tez keçirilməsini istərdim ki, məşqçilər, hakimlər tez-tez bir yerdə olur, müzakirələr aparırlar. Təşkilatçılığa görə Azərbaycan Respublikasına öz təşəkkürümü bildirirəm. Çünki bu son illər ərzində ölkə Beynəlxalq Judo Federasiyasının fəal üzvlərindən birinə çevrilmişdir. Hər şey əla idi. Mən bir iştirakçı kimi öz minnətdarlığımı bildirirəm. Qürur hissi keçirdirəm çünki Azərbaycanda bizim vətənimizin paytaxtında çox yüksək səviyyədə seminar keçirilir və artıq heç bir seminarda bu qədər nümayəndə olmuyor. Müxtəlif federasiyaların nümayəndələri bu dərəcədə yəni çoxluqda olmuyor. Yəni yüksək səviyyədə keçir. Bakıya ilk gəlişim deyil. Hər səfərimdə yeniliklərə şahid oluram. Bakıda keçirilən Avropa oyunlarından sonra inkişaf daha da sürətlənib. Yeni komplekslər və idman ayrılarının tikilməsi idmanın inkişafına xidmət edir. Olimpiya oyunlarında da Azərbaycanın qazandığı uğur bunun nəticəsidir. Azərbaycan judosu öz stili ilə seçilir. Sizin judosular fiziki cəhətdən güclüdürlər və yaxşı texnikaları var. Olimpiya oyunlarında qazanılan 2 gümüş medal judo üçün çox böyük göstəricidir. Ötən il seminar Yaponiyada keçirilmişdi. Lakin orada iştirakçı sayı buradakindən az idi. Düşünürəm ki, bu yeni qaydaların qəbul edilməsi ilə bağlıdır. Hamı bizi isti qarşılayır, özümüzü əla hiss edirik. Yeni qaydalarda mənfi və müsbət cəhətlər var. Lakin bu, yarışlarda tətbiq ediləndən sonra daha dəqiq bilinəcək. Beynəlxalq seminarda ümumilikdə judo qaydalarında bir neçə dəyişiklik edilir. Bundan sonra kişi və qadınların görüşləri 5 dəqiqə yox, 4 dəqiqə davam edəcək. Yarışın 4 dəqiqəsində hansısa idmançı texniki fənd göstərməsə, qalib cərmə xallarına əsasən müəyyənləşməyəcək və görüş qızıl xala doğru gedəcək. Bu zaman ilk texniki fənd edən idmançı qalib gələcək. Yuko fəndi tamamilə ləğv olunur. Əvvəl 2 vazari ipona bərabər idisə, indi həmin fəndlərin sayı məhdudlaşdırılmayacaq. Üstəlik, cərmə xallarının sayı 4 yox, 3 olacaq. Artıq 3 cərmə alan idmançı məğlub olacaq. Ayaqdan hücum və ya müdafiə qaydalarında da dəyişiklik edilir. Əvvəllər bu birbaşa məğlubiyyət idisə, indi ilk ayaqdan tutmağa shido,
ikinci dəfədə isə məğlubiyyət verilir. İdmançıları yeniyetmələri fəqərə zədəsindən, onurğa fəsadlarından qorumaq üçün də qaydalarda dəyişiklik edilir. Artıq başın yerə dəyməsinə ipon deyil, ansoku veriləcək. Əvvəlki qaydalara əsasən baş yerə dəydisə, vəziyyətdən vazar ilə də çıxmaq mümkün idisə, indi bu fəndə birbaşa məğlubiyyət verilir. Buradaki IGF seminarını çok yaxşı, çok yüksek hazırlayıpsınız. Herkes çok mutludur. Ben de tabii özellikle çok gurur duyuram. Bizim Azerbaycan Judo Federasyonu olarak, kulüpler olarak dünyayı buraya konaklıyorsunuz. Yeni kaydalar bizim için de yeniydi, biraz karışıktı. Bu ne tər olacaktı, bunu minlerde görəcəyik, müsabakalarda görəcəyik. Şimdi burada gördüğümüzde biraz karışıktı. Bunun olsun minlərdən çıxışlar, indi görürük minlərdən çıxışlar. Biz belə deyirik, komitə başqa deyir. Puanları da verirsən, yukoyu qaldırıblar vazariyə. Amma bazen mənim üçün hafif yuko, ağır vazariyi aynı denkləşdirir. O biraz zor olacaktır. Bunu nə tər edəcək bilmirik. Biz də hakem olarak minlərdə mənim üçün zor çıxmayacaqdır. Amma judoyu dəyişdirir. Я представляю американскую делегацию. Mən Amerikanın nümayəndə heyətini təmsil edirəm. Orada 25 ildir yaşayıram. Bakıda sonuncu dəfə 32 il bundan əvvəl olmuşam. Şəhər indi çox böyük və gözəlləşib. Heç tanımadım. Seminar çox yüksək səviyyədə keçdi və bizi çox yaxşı qarşıladılar. Dünyanın müxtəlif yerlərindən seminara 400-ə yaxın iştirakçı gəlib. Judonun yeni qaydaları məhz Bakıda qəbul edilir. Judo addım-addım inkişaf etməkdədir. Ümid edirəm ki, judonun dəyişən qaydaları onu daha da maraqlı edəcək. Bakı çox xoşuma gəlir. Azərbaycanda judo yaxşı inkişaf edir. Federasiyanın gördüyü işlər isə göz qabağındadır. Hər şey əla idi. Belə seminarlar tez-tez olsa yaxşıdır. Çünki məşqçilər yeni qaydalarla xəbərdar olur. Paytaxtımızda 2 gün gərgin iş qrafiki şəraitində davam edən beynəlxalq seminarın iştirakçılarına sonda ziyafət verildi. Mərasimdə Beynəlxalq Judo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək 2 gün Bakıda keçirilən beynəlxalq seminarın yüksək səviyyədə təşkil olunduğunu bildirib. Azərbaycan Judo Federasiyasının işini yüksək qiymətləndirən Vizer, gələn il ölkəmizdə baş tutacaq dünya çempionatında yaddaşlarda iz buraxacağına əminliyini ifadə edir. Cənab Marius Vizer, judo idman növünün inkişafındakı xidmətlərinə görə Beynəlxalq Judo Federasiyasının xüsusi mükafatını Azərbaycan Judo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edir. Azərbaycan Judo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Dünya Judo Təşkilatının rəhbərinə təşəkkürünü bildirərək ölkəmizin dünyada aparıcı idman dövlətləri arasında yer aldığını vurğulayır.
Beynəlxalq Judo Federasiyasının belə bir önəmli tədbiri Bakıda keçirilməsinin əhəmiyyətindən danışan vitse-prezident yeni qaydaların judonun inkişafı üçün xüsusi rol oynayacağına əminliyini ifadə edir. Azərbaycanda çox böyük bayram havası yaşadı. Today is big holiday in Azerbaijan. Judo İsmail'in bütün judo ailesini bir yere yığıldı. All judo families together. Biz de bir Azerbaycanlı olarak bundan gururluyuz. We are proud like an Azerbaijan person. Bu ödül için de mükafat için de sizin alnınıza minnettarım. Sonra Beynəlxalq Judo Federasiyasının baş katibi, Fransa Judo Təşkilatının rəhbəri Jean Roger çıxış edərək Azərbaycanın dünya judo ailəsində xüsusi çəkiyə malik olduğunu söylüyor. Cənab Roger beynəlxalq seminarda qəbul edilən yeni qaydaların ilk dəfə olaraq bu ay Tunisdə keçiriləcək Afrika Open turnirində tətbiq ediləcəyini bildirir. Xarici federasiyaların rəsmiləri, nümayəndələr Azərbaycan judosuna yeni zirvələrin fəthini arzulayırlar. Azərbaycanı və Azərbaycan Judo Federasiyasını təbrik edirəm. Bu gün bütün dünyadan olan nümayəndələr buraya yığılıb. Bunun təşkili həm ölkəniz, həm də judonun inkişafı üçün vacib olduğunu düşünürəm. 2002-ci ildən bu yana Azərbaycanda idmançılarımla birgə tez-tez yarışlarda oluram. Bakıda keçirilən Avropa oyunlarında da iştirak etmişəm. İlk gəldiyimdən bu günə baxanda Bakı çox dəyişib. Mən elə Sovet İttifaqının dövründən Azərbaycan judosunu izləyirəm. Azərbaycanda hər zaman yüksək ustalığa malik idmançılar olub, olimpiya və dünya çempionları. Bunlar yaxşı nailiyyətlərdir. Düşünürəm ki, doğru yoldasınız. Kenya Bakı seminarında 6 nəfərlik heyətlə təmsil olunur. Burada hər şey çox yaxşıdır və Bakıda olmağımızdan çox məmnunum. Seminarda dünyanın ən tanınmış judo mütəxəssisləri iştirak edir. Onlarla görüşmək, məsləhətlərini eşitmək bizim üçün fərəhdir. Azərbaycan judosuna da uğurlar arzulayırıq. Azərbaycana tez-tez gəlirəm. Burada çoxlu dostlarım var. Həmişə demişəm, Bakı olduğum şəhərlər içərisində ən gözəl şəhərlərdən biridir. Seminar yüksək səviyyədə keçir. İştirakçı sayı kifayət qədər çoxdur və düşünürəm ki, bu qədər insanı qəbul edib razı salmaq çox çətin və məsuliyyətli işdir. Buna görə Azərbaycan Judo Federasiyasına öz təşəkkürümü bildirirəm ki, belə gözəl təşkilatçılığı həyata keçiriblər. Burada judonun gələcəyinə təsir edəcək, inkişafını sürətləndirəcək qərarlar qəbul edilir. Bu sizin ölkə üçün tarixi hadisədir və daim yaddaşlarda qalacaq. Bakıda sona yetən beynəlxalq seminardan dərhal sonra yerli hakimlər və məşqçi müəllimlər üçün də seminar keçirilir. Azərbaycan Judo Federasiyasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ölkəmizin müxtəlif bölgələrindən 250 nümayəndə iştirak edir. Azərbaycan Judo Federasiyasının vitse-prezidenti Sadıq Sadıxov seminar iştirakçılarını salamlayaraq paytaxtımızda təşkil olunan beynəlxalq seminarın əhəmiyyətindən söz açır. Qəbul edilən yeni yarış və hakimlik qaydalarının mütəxəssislər tərəfindən yerli məşqçi müəllimlərin diqqətinə çatdırılacağını qeyd edir. O, hər bir judo idman klubunun nümayəndəsinə, bölgə məşqçilərinə beynəlxalq seminarda qəbul olunan yeni qərarları özündə əks etdirən video material şəklində hazırlanan disklərin təqdim olunacağını bildirir. Beləliklə, Bakıda keçirilən judo üzrə beynəlxalq seminarda bu idman növünün gələcəyi üçün mühüm qərarlar qəbul olundu. Yarış və hakimlik üçün nəzərdə tutulan yeni qaydalar beynəlxalq yarışlarda olduğu kimi respublika miqyaslı birinciliklərdə, çempionatlarda da tətbiq olunacaq. Dünyanın tanınmış idman mütəxəssislərinin judo televiziyasına verdiyi açıqlamalar, seminarda aparılan müzakirələr, praktik və nəzəri hissələrdə fikir mübadiləsi onu deməyə əsas verir ki, paytaxtımızda qəbul edilən yeni qaydalar judonu daha dinamik və baxımlı edəcək.
Ötən il olduğu kimi 2017-ci ildə Azərbaycan cudoslarının iştirak edəcəyi yarışların mötəbərliyi ilə zəngindir. Paytaxt Bakıda mart ayında böyük təbliğat turniri, may ayında 4-cü İslam Həmrəyliyi oyunları, apreldə Polşanın Varşava şəhərində Avropa çempionatı, avqust ayında Macarıstanın Budapeşt şəhərində dünya çempionatı, gənclər və yeniyetmələr arasında Avropa və dünya birincilikləri, Avropa yeniyetmələrinin Olimpiya festivalı keçiriləcək. Bir xüsusi faktı da qeyd edək ki, Beynəlxalq Judo Federasiyasının Braziliyanın Rio de Janeiro şəhərində keçirdiyi konqresdə 2018-ci il dünya çempionatının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edildi. Belə bir mötəbər yarışın ölkəmizə həvalə olunması Azərbaycan Judo Federasiyasına göstərilən etimadın nəticəsidir. Federasiyamızın yüksək təşkilatçılığı və idmançılarımızın son vaxtlar əldə etdikləri zəfərlər bundan sonra da layiqincə davam etdiriləcək. Azərbaycan cudosları üçrəngli bayrağımızı dünyanın idman arenalarında dalğalandıracaq, yeni zirvələr fəth edəcək, ölkəmizin idman şərəfini ucaltacaqlar.